Bu günlərdə hər kəs yeni il qarşılamağa hazırlaşır. Çünki yeni il bizə yeni ümidlər və yenilənmə hissi bəxş eləyir. Amma qarşıda vətənimiz üçün elə bir önəmli tarix var ki, bu gündə dəyərlərimiz daha dəyərli, daha dərin və daha özünəməxsus şəkildə yaşayır. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü. Bugün birləşmənin, bir-birini anlamağın, ürəklərin yaxınlığının, dünya Azərbaycanlıları ilə bağın, milli kimliyə sahib çıxmağın günüdür. Biz yeni ili qeyd etməklə dünya ilə həmrəy olduğumuzu göstəririk. Əslində isə bizi bir-birimizə bağlayan elə həmrəylik günümüzdür. Axı bizim özümüzün həmrəy olduğumuz bir gün var. Çünki bu gün milli rənglərlə, milli kimliklə və milli dəyərlərlə yoğrulmuşdur. Bəs niyə biz həmrəylik günümüzü yeni il qədər təmtəraqlı qeyd etmirik? Çünki yeni il bayramı daha çox vizual elementlərlə zənginləşdirilmişdir. Bərbəzəklər, şoular, hədiyyələr və s. Həmrəylik günü isə daha çox milli və mənəvi məzmun daşıyır. Burada daha çox görüntü yox, elə hisslər önəmlidir. Bizim üçün necə? Hiss etmək, yoxsa görünmək vacibdir. Əslində isə yeni ilin verdiyi ümid, sevinç və birləşmə hissi elə məhz həmrəylik günümüzdə toplanmışdır. Onu yaşatmaq isə bizim öhdəliyimizdədir.